Yolun axşam saatlarında buz bağlaması onlarla yük avtomobilinin yolda qalmasına səbəb olub. Biləsuvar sərhəd keçid məntəqəsi vasitəsilə İran tərəfinə keçmək istəyən sürücülər dünəndən bəri yolda qaldıqlarını deyirlər. Biz axşamdan burada qalmışıq, yol bağlanıb, buzlanmışdı, yolun bir tərəfi var, açıq idi, yan açıqda da tır biraz elə ağır gedirdi, bir tərəfdəki bağlı idi. İndidəki vəziyyəti əylan özü görürsünüz ki, nə vəziyyətdədir. Gecənin bir yarısında burada tırlar gəlib gedirdi. Parkingin istiqvarımızda sərhədə yetişməmiş o maşınlar ki, yığılır orada. Orada problem yaranıbdır maşınlar üçün. Çünki orada baxan yoxdur. Ondan sonra çala çökəyi çoxdur. Maşın, boş maşın, yüklü maşın düşəndə orada maşın qiynaq atır bilənçiyinə çıxmır. Onda problem yaranıb. Oralar da elə buzunda saf eləsələr problem olmaz. Elə maşın ilə ravan soğuşar çıxar gedər. Axşam saatlarında hər iki istiqamət üzrə hərəkət tamamilə dayansa da, səhər saatlarında qarşı tərəfdən gələn avtomobillərin hərəkəti qismən bərpa edilib. Yolda qalanlara kənd sakinləri texnikalar vasitəsilə kömək ediblər. Heç yolda qalan maşınlara köməkli göstərik də hərəkət eləməyini. Hərəkət edə bilirlərmi axşamdan indiyə kimi, yoxsa necə? Eləyirlər, buzlu olduğuna görə biraz çətinlik çəkirlər də. Yolda qalanlara köməkli göstəririk. Məsələ ilə bağlı 45 sayılı Biləsuvar Yol İstismar İdarəsindən bildirilib ki, sözgedən ərazidə hərəkət edən avtomobillərin sayının çox olması yolun buz qatının tamamilə təmizlənməsində çətinlik yaradıb. Hazırda işlər davam etdirilir, nəqliyyatın hərəkəti bərpa edilib. Elşən Feyzullayev, Minaya Zaman, Xəzər xəbər.